Herkese salam əzizləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu həftədəki videomuz Trendyol tətbiqi üzərindən olacaqdır. Trendyoldan geyim, qida və vitaminlər sifariş etmək daha keyfiyyətlidir. Tətbiqi yüklədikdən sonra isə daxil olmaq üçün Google, Facebook və yaxud e-poçtdan istifadə etmək mümkündür. Daxil olub və yaxud qeydiyyatdan keçə bilərsiniz. Biz burada parametrləri daxil oluruq. Növbəti addımda istifadəçi məlumatlarımıza daxil oluruq. Burada bizim məlumatlarımız əks olunmuşdur. Şəxsi məlumatlarımızın dəqiqliyini yoxlayırıq. Həmçinin onu qeyd edim ki, boy və çəkini dəyişmək mümkündür. Burada ünvan məlumatlarımızı yeniləyə bilərik. Bir neçə ünvan məlumatları yerləşdirmək mümkündür. Biz burada yeni ünvan təsdiqləyirik. Xəritədə seçdikdən sonra isə yerini təsdiqləyirik. Burada biz əlaqə məlumatlarımızı, adımızı, soyadımızı, telefon nömrəmizi daxil edirik. Təbii ki də PIN kodumuzu da unutmuruq. Bütün məlumatları doldurduqdan sonra isə adres detallarına keçə bilərik. Adres detallarını bitirdikdən sonra isə aşağı inərək yadda saxla düyməsinə klikləyərək ünvanı əlavə edə bilərik. Beləliklə biz ünvanı əlavə etmiş oluruq. Bura qədər gəlmişsinizsə videonu bəyənməyi, komment yazmağı və kanala abunə olub bildirişləri açmağı unutmayın. Dəstək olan hər kəsə təşəkkürlərimi bildirirəm. Trendyolda sifariş barədə məlumat vermək istəyirəm. Səhifəmizə daxil oluruq və məhsullarla qarşılaşırıq. Gördüyünüz kimi kataloq və məhsullar göz önündədir. Siz istədiyiniz məhsul seçərək səbətə əlavə edə bilərsiniz. Biz buradan bir məhsul seçib və səbətə əlavə edirik. Gördüyünüz kimi bizim 3 AZN kuponumuz vardır. Digər endirim kuponlarını da görürsünüz. Burada biz əlavə endirimlər, 2 məhsul alana 11% endirim kampaniyası məhdudlu vaxt ilə verilir gördüyünüz kimi. 35 manat və yuxarı alış-verişlərdə pulsuz kargo ilə göndərmək mümkündür. Əks halda digər sifarişlərdə kargo pulu tutulur. Biraz aşağıda məhsulumuz haqqında məlumatları oxuya bilərik. Seçdiyimiz məhsulu səbətə əlavə edərək ödəniş hissəsinə keçid edə bilərik. Gördüyünüz kimi 12 manat 1 qəpik ödəniş haqqı tutulmuşdur. Ödəniş üçün minimum 10 manat lazımdır. Ödənişə keçin düyməsinə klikləyirik. Biz burada Trendyol Plus almadan davam edəcəyik. Siz Trendyol Plus səbətə əlavə edə bilərsiniz. Burada təhvil məntəqəsini seçə bilərik. Xəritədə gördüyünüz kimi təhvil məntəqələri qeyd olunmuşdur. İstədiyimiz təhvil alma məntəqəsini seçirik. Gəlal məntəqəsini təyin edirik. Sonda isə təsdiqlə və bitir düyməsinə klikləyərək sifarişimizi tamamlaya bilərik. Ödəniş üsulunu seçirik və yaxud kredit tərifatları vasitəsilə kreditlə məhsulu əldə edə bilərsiniz. Həmçinin taksi seçimləri də mümkündür. Növbəti videolarımızda bu haqda məlumat daha geniş veriləcəkdir. Beləliklə bir videonun daha sonuna gəldik. Növbəti həftədə görüşənədək sağ olun, salamat qalın.